Bakının Pirallahı rayonunda 34 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Cümşüd ötən ilin aprel ayında yaşadığı evdə həyat yoldaşı Aytən ilə mübahisə edib. Cümşüd ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı əlində olan taxta parçasını ona ataraq Aytənin təpə ənsə nahiyəsinə xəsarət yetirib. Bundan başqa Cümşüd növbəti gün yenidən yaşadığı evdə həyat yoldaşı Aytən ilə ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı övladının təhsil aldığı məktəbin valideynlərindən ibarət yaradılmış WhatsApp qrupundan çıxmamasını bəhanə edərək mobil telefonla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Faktla bağlı Cümşüd barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib və etdiyi əməldən peşman olduğunu bildirib. O barəsində amnistiya aktının tətbiq edilməsini xahiş edib. Zərər çəkmiş şəxs də təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını deyib. Pirallahı rayon məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs barəsində amnistiya aktı tətbiq edilib, o cinayət məsuliyyətindən azad olunub və cinayət təqibinə xitam verilib. Bakının Sabunçu rayonunda ailə münaqişəsi cinayətlə nəticələnib. Beyləqan rayon sakini 1982-ci il təvəllüdlü Kərim ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Naidə ilə mübahisə edib. Kərəm bircə yaşadıkları mənzilin qonaq otağında qeyri-rəsmi nikahda yaşadığı Naidə ilə qısqanclıq və şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı dava edib. Bu zaman o qəzəblənərək həyat yoldaşının sifət nahiyəsinə yumruqla vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Faktla bağlı Kərəm barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Məhkəmə iclasında ifadə verən Kərim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində zərər çəkmiş şəxslə barışdığını bildirib. Rayon məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslə zərər çəkmiş şəxsin barışması əsas gətirilərək Kərim barəsində aparılan cinayət təqibinə xitam verilib. Bakının Suraxanı rayonunda həyat yoldaşına xəsarət yetirib. Sabirabad rayon sakini 1992-ci il təvəllüdlü Tacəddin həyat yoldaşı Sara ilə qısqanclıq zəminində mübahisə edib. Mübahisəyə səbəb qadının keçmiş əri ilə telefon vasitəsilə yazışması olub. Yaranan mübahisə zamanı Tacəddin həyat yoldaşının sifət nahiyəsinə 2 dəfə şillə ilə vuraraq ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Faktla bağlı Tacəddinin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Tacəddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Sara ilə 2024-cü ildə ailə həyatı qurub. Həmin nicatdan bir qız övladımız dünyaya gəlib. Aramızda uzun zamandır ki, mübahisə baş vermirdi. Sara məlum hadisə günü saat 9 radələrində Saatlı rayonundan yaşadığımız evə gəldi. Saat 14 radələrində onun mobil telefonundakı yazışmaları yoxlayarkən keçmiş həyat yoldaşı ilə eyni adda olan başqa bir şəxslə mesajlaşdığını gördüm. Qısqanaraq Saraya qulaq asmadan onun sifətinin sol tərəfinə 2 dəfə şillə vurdum deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs bildirib ki, daha sonra Sara'nın mobil telefonunu əlindən alaraq sındırıb. Bu zaman Sara əsəbləşərək mətbəxə getdi. Orada mətbəx işi görərkən yanlışlıqla əlində olan mətbəx bıçağı ilə sağ ayağına batdı. Hadisə zamanı yanımızda kənar heç kim olmayıb deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Suraxanı rayon məhkəməsində aparılan araşdırma zamanı təqsirləndirilən şəxsin zərər çəkmişlə barışması məlum olub. Bu səbəbdən qadın ərinə qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Tacəddin barəsində aparılan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib.